ABŞ Senatında anti-Azərbaycan meyillərinə rast gəlmək mümkündür. Belə ki, bəzi senatorlar hələ də çirkin planlarından əl çəkmək istəmirlər. Bu da onu göstərir ki, həmin senatorlar başdan ayağa qərəz püskürür. Milli Məclisin iclasında ABŞ Senatında Ed Markey və Sheldon Whitehouse başda olmaqla demokratların lideri Chuck Schumer və 27 senatorun imzaladığı məktuba münasibət bildirilib. Deputat Kamal Cəfərov deyib ki, bu korrupsioner ABŞ siyasətçilərinin anti-Azərbaycan kursunun davamıdır. Bu məktubda Azərbaycan rəsmilərinə qarşı qlobal Magnitski sanksiyaların tətbiqi, bütün dırnaqarası erməni hərbi əsirlərin və separatçı liderlərin azad edilməsi, habelə Bakıdakı məhkəmə proseslərinə beynəlxalq müşahidəçilərin cəlb edilməsi məsələləri tələb edilir. Bu davranış Bob Mendes, Adam Schiff, Frank Pallon, Pelosi kimi korrupsioner siyasətçilərinin anti-Azərbaycan kursunun davamıdır və yalnız iflasa məhkumdur. Həmin müraciətdə 120 min erməninin Qarabağda güya məcburi köçürülməsi iddiası ilə çıxış edərək dırnaqarası etnik təmizləmə çağırışları səsləndirilir. Fakt ondan ibarətdir ki, ermənilərin Qarabağdan çıxışı beynəlxalq hüquq normalarına uyğun, humanitar dəhliz vasitəsilə təmin edilmiş və könüllü xarakter daşımışdır. Bununla bağlı təkzib olunmaz video faktlar və sübutlar mövcuddur. Əksinə, Qərbi Azərbaycanlıların deportasiyası etnik təmizləmə xarakteri daşımışdır. Onlar unudurlar ki, ermənilərin Qarabağa köçürülməsi də, oradan könüllü köçü də separatizm və beynəlxalq hüququn pozulması zəminində yaranmış münaqişə kontekstinə formalaşmışdır. Ona görə də ermənilərin qayıdış hüququ ilə bağlı iddiaları beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə ziddir. Bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü, yalnız suverenliyi çərçivəsində, yəni milli qanunvericilik əsasında mümkündür və ayrıca beynəlxalq hüquqi status daşımır. Millət vəkili deyib ki, rəsmi Bakının mövqeyi aydındır, o sülh və regional əlaqələrin qurulmasını istəyir. Lakin heç bir halda öz qanuni maraqlarından geri çəkilməyəcək.